Və dövlət məmurlarının davranış normaları ilə bağlı mən dəfələrlə fikirlərimi bildirmişəm. Bir də demək istəyirəm və hər bir dövlət məmurunu işə təyin edəndə qoyduğum tapşırıqlar arasında bu da var ki, təvəzzükarlıq, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq, özünü xalqdan yuxarı tutmamaq, təkəbbürlü davranmamaq, məmur özü onun ailə üzvləri. Ancaq buna baxmayaraq bəzən hələ də ki biz görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və onların ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Heç kimin Azərbaycanda heç bir imtiyazı yoxdur və mən demişəm ki, o dövlət məmuru ki, öz ailə üzvlərini idarə edə bilmir, vəzifədən çıxarılacaq. Belə də oldu. Xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar Azərbaycanda cəzalandırılır, cəzalandırılmalıdır. Və heç bir güzəşt heç kimə verilmir və son mənim qərarlarım onu bir daha təsdiqləyir hamı. Masallı rayonunun kiçik məmurlarının məsuliyyətsizliyi bitmir. Cənab Prezidentin tapşırıqlarına tabe olmayan kiçik məmurlar dövlətə qarşı vətəndaşları qaldırır. Masallı rayonunun qaz idarəsinin rəisi Mirələmov Ramin Adıgözəloğlu işçilərinə əmr verərək ev sakinləri evdə olmadı, qaz sistemləri kiçik bir məbləğ əsasında dayandırılmalıdır. Bir ailədə xəstə övladın olması, yaşlı ananın olması, ailənin maddi durumunun zəif olması, qaz idarəsinin rəisi Ramin Mirələmov xəbərdar olsa da ailəyə heç bir köməklik göstərməyərək rədd cavabı vermişdir. Bu işlə əlaqədar 44 günlük vətən müharibəsi qazisi, şəhid ailəsi, 35 illik jurnalistika təcrübəsi olan, vətəndaşların xidmətində təmənnasız dayanan Ramin Mirələmovla əlaqə saxlasalar da onlara kobudcasına rədd cavab vermişdir. Ramin Mirələmov, sizlərə bu özünə məxsus qanun hardan verilib?